Salam dostlar, hər vaxtınız xeyir olsun. Deməli, bu koloniya həddindən artıq çox zəifləyib. Yəni, bu öz başına qışı çıxacaq bir gücdə deyil hal-hazırda. Baxın, çox az bir koloniya qalıb. İçəridə də çox az bir arı sayı qalıb. Səbəb sarıcı arıların kütləvi hücumudur. Yəni, arılıqda ən zəif arını seçib hücum eləyiblər. Demək olar ki, koloniyanın sönmə həddinə çatdırıblar. Bəs bu koloniyanı qışda necə sağ çıxarmaq olar? Digər koloniya ilə birləşdirsək belə ana arısını öldürmədən, İnşallah bu dəfə bunu çəkib paylaşacağam. Yəni yoxlayacağam. Görüm necə çıxacaq qışdan. Demək dostlar, bu koloniyada təxminən üst-üstə qoysun bir çərçivə arı qalmayıb. Bu koloniyanı necə yaşatmaq olar, necə sağ çıxarmaq olar? Bunu birləşdirmək olar. Lakin birləşdirmə eləyəndə, normal birləşdirmə eləyəndə mütləq şəkildə analardan biri ölməlidir. İki koloniyadan biri ölməlidir. Arını öz, belə deyək, hal-hazırki vəziyyətində qoysam da, bu arı qışdan sağ çıxmayacaq. Çünki yuvanı istəyəcək arı nüfusu yoxdur. Yumurta atacaq, balanı istəyəcək, arı nüfusu yoxdur. Amma mən nə etmək istəyirəm? Bu üsulu mən kurslarda görmüşəm. Rus arıçılarında. İndi istəyirəm özüm tətbiq edeyim, görüm nə effekt verəcək. Koloniyanın, belə deyək, arılıqda ən güclü koloniyanı götürürük. Təxminən bu koloniya ən güclü desəm də 7 çərçivəni örtəcək bir arı nüfusu var bunda. Bugün keş vermişəm arılara. Demək, burada məqsəd nədir? Mən bu arıya korpus atacağım. Araya pərdə tülü qoyub korpus atıram. Və o zəif koloniyanı da üstdən yığıram. Amma eləmək lazımdır ki, bu aşağıdakı koloniyanın da isti havasını tamamilə israf edib məhv eləməyək. Yəni, məqsəd zəif koloniyanı aşağıdan isti ilə təmin eləməkdir. Və heç bir qırğın olmadan. Korpusu qoyacaq, amma korpusu qoymazdan qabaq nə edirik? Burada təxminən 3 çərçivə endiyində yer saxlayacaq. Ya da 2 çərçivə endiyində yer saxlayacaq burada. Klonkanı da qoyacağım ki, artıq hava yuxarı çıxmasın. Yəni, arımıza lazım olan qədər çıxsın. İsraf olmasın. Baxın, buradan sadəcə 2-3 çərçivənin üstünü boş saxlayacağım. Korpusu bu şəkildə qoyacağım bura. İnşallah oturdu. Deməli, bu arını yavaş-yavaş köçürdürəm bura. Bunu qoyum bura. Həddindən artıq çox sarıcı arısı hücum elədi. Və ana arılara heyfim gəlir. Çünki ikisi də gənc ana arıdır. Heç birini öldürmək istəmirəm. Heyfdirlər. Və korpusunda havalandırma dəliyini, yəni bunu bir arının girib çıxacağı dərəcədə açıq qoyacaq. Hal-hazırda yox, sabahdan. Əslində 2 çərçivə kifayət edir, amma üzərini yaxşı örtməkdən ötürü üçüncü çərçivəni də qoyacağım.
Bu vaxt sarıcı arıları həddindən artıq çox hücum eləyir. Hətta 6 çərçivəlik və yaxud da 4 çərçivəlik balaca arı yeşiklərində bunu bir neçə koloniyanın da eləmək mümkündür. Yəni 4-5 dənə koloniyanın üst-üstə. Bu balaca bir keçi qoyuram bura. Və arını çox gözəl şəkildə sarmağa çalışacağım. Hər iki tərəfdən. Və yanlarına ucu boş çərçivələr qoyacağım ki, kisəni sıxsın, saxlasın. Həmçinin bu tərəfdən üzərindən bir qatda sıxıram. Boşluqları bacardıqca doldurmaq lazımdır. Aşağıda bildiyimiz kimi isti hava soyuq havadan daha yüngül olduğuna görə yuxarı qalxır. Və nəticədə buradakı koloniyaya çox gözəl təsir edəcək bu. İnşallah düşündüyüm kimi olar və arımız itkiyə getməz. Üzərindən də plamka deyil, plamkanı qoyuram. Bu şəkildə. Və qapağımızı bağlayırıq. Təxminən 10 gündən sonra bu arıya baxış keçirəcəm. Və arıda əgər irəliləyiş görsəm, yəni yumurta atımında, arıların ümumi vəziyyətində, bəlkə başqa koloniyalarda bu cürlə birləşdirib qışa yola saldıq.